De facto işğal şəraitində müstəqil dövlət qurmaq. Bu həm riskli, həm də son dərəcə mürəkkəb bir prosesdir. 1950-60-cı illərin Bakısını təsəvvür edək. O dövrdə xüsusi xidmət orqanlarından tutmuş, elmi müəssisələrə qədər bir çox vəzifələr etnik mənsubiyyəti Azərbaycanlı olmayanlara həvalə olunurdu. Bu vəziyyət yalnız etnik diskriminasiya ilə yox, həm də yüksək ixtisaslı yerli kadrların çatışmazlığı ilə bağlı idi. Belə bir şəraitdə yaranacaq müstəqillik də ancaq kağız üzərində qalardı. Məhz bu problemlər o dövrdə Azərbaycanın gələcəyi barədə düşünən bir şəxsi, Dövlət Təhlükəsizlik Komitəsinin zabiti Heydər Əlirzoğlu Əliyevi də ciddi şəkildə narahat edirdi. Mən o vaxt Azərbaycanın Təhlükəsizlik Nazirliyinin sonra komitəsinin Əks Kəşfiyyat İdarəsinin rəisi idim. O devri xatırlayanda dəhşətə gəlirəm ki, kimlərlə biz işləyirdik? Yerli kadrlar çox azıdır. Əsas vəzifələr başqa millətlərə mənsub olan kadrlardan ibarət edir. Ancaq 50-ci illərin ikinci yarısında, 60-cı illərdə və sonra 70-ci illərdə Azərbaycanın Təhlükəsizlik Təşkilatında ciddi dəyişikliklər həyata keçirmək mümkün oldu. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi və vəziyyəti dəyişdirmək üçün dərhal hərəkətə keçdi. O, çox yaxşı anlayırdı ki, dövlətin inkişafı və gələcəyi peşəkar milli kadrların yetişdirilməsindən asılıdır. Buna görə də 1970-80-ci illər ərzində ali təhsilin gücləndirilməsi və gənclərin ölkədən kənarda ixtisaslı təhsil alması Ulu Öndərin fəaliyyətinin əsas xəttinə çevrildi. 1977-ci ildə Bakıdakı Mikayıl Müşfiq adına 18 nömrəli məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan bölməsini bitirmişdim və kimyaya həvəsim böyük idi. 1975-ci ildə Sartor Orta Məktəbini yüksək qiymətlərlə bitirmişəm. Daha sonra sənədlərimi o vaxtki Azərbaycan Dövlət Universitetinin Geologiya Fakültəsinə təqdim etdim. 10-cu sinifdə oxuyanda artıq böyük qardaşım Nazim müəllim Moskva Dövlət Universitetində təhsil alırdı. Təbii ki, mənə belə deyək ki, böyük bir örnək idi. Bütün şəhər deyirdi ki, sən ya tibbə gedəcəksən, ya hüquqa, amma mən həmişə bioloq olmaq istəmişəm 5-ci sinifdən. O zamanlar deyim ki, geoloqların forması var idi, xüsusi bir forması var idi. Elə geologiya gəlməyin əsas səbəblərindən biri də cavanların o formanı sevməyi idi. Uşaq vaxtından həmişə mənim bu dağların altına geologiya, mədənciliyə böyük marağım olduğundan mən əvvəlki AZI dediyimiz gün Neft və Sənaye Universitetindən imtahan verərək Moskva Dağ Mədən Üstündə oxumuşam. Heydər Əliyevin xaricə göndərilən tələbələrlə bağlı iki mühüm şərti var idi. Onlar xüsusi bacarıqlara malik olmalı və mütləq Azərbaycanlı olmalıydilər. O il elanlar çıxırdı, vne konkursunu priyom müsabiqədən kənar qəbul SSR-nin respublikalarından Moskvaya tələbələr göndərilirdi və universitetdə belə qəbul keçirilirdi. Bakı Moskva Dövlət Universitetinə, Leningrad Dövlət Universitetinə sənədlərimi verdim ona. Sadə bir kəndçi uşaqlarının gedib Moskvada oxumağına bu bəlkə də Sovetlər vaxtı görünməmiş bir hadisə idi. Həmin dövrdə o qəbulun verilməsi çox böyük avantaj idi bizim üçün ki, gedib Azərbaycanlı bir tələbə, şagird Moskva Dövlət Universitetində ən top 5-liyə daxil olan universitetlərdən biri idi. Məndə də o arzular artıq oyanmışdı ki, Moskvada hansısa bir institutda təhsil almaq istəyirdim. Və sənədlərimi İnşaat İnstitutunda Moskva Nəqliyyat Mühəndislər İnstitutu adlanan, Dəmiryol Nəqliyyat Mühəndisləri adlanan instituta təqdim etdim. Bu siyasətin nəticələri qısa zamanda özünü göstərdi. 1970-ci ildə xaricdə təhsil alanların cəmi 40% Azərbaycanlı idisə, 1976-cı ildə bu göstərici 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllərində isə nə az, nə çox 97,6%-ə yüksəldi. Biz Sovet rejimində yaşayırdıq. Biz bu rejimi dəyişdirə bilərdik. Yox. Amma iş orasındadır. Bu rejimdə sən xalqa nə edirsən? Xalqa nə edirsən? Millətinə nə edirsən? Əgər sən bu rejimi dəyişdirə bilməzsənsə, sən bu rejimin imkanlarına istifadə edib xalqa nə edirsən? Ulu Öndər Heydər Əliyev nüfuzu və diplomatik məharətindən istifadə edərək SSR rəhbərliyindən Azərbaycanlı gənclər üçün
iki böyük imtiyaz əldə edə bildi. Bunlardan birincisi, SSRİ-də Azərbaycan üçün ayrılan xaricdə təhsil alan tələbə kvotasının genişləndirilməsi idi. İkincisi isə Azərbaycanlı tələbələrin digər respublikaların gənclərindən fərqli olaraq öz dillərində və öz vətənlərində imtahan verə bilməsi idi. Bu, SSRİ miqyasında nadir görülən bir hadisə idi. Azərbaycanda imtahan verirdik. Bu Azərbaycanın bütün respublikalardan artıq kvotası var idi. Yalnız Moskva şəhərinə 81-ci ildə 2 dənə Tu-154 təyyarəsi ilə 300 tələbə çatdırılmışdı. O vaxtı bütün SSRİ dövründə 15 respublikada belə bir proqram var idi. Digər respublikalardan gəlib Moskvada digər təhsil müəssisələrində təhsil alırdılar. Ancaq bir kvota var idi. Deyək ki, hər bir respublika xüsusi kvota qoyulurdur. Ulu öndərin dəstəyi ilə o kvota qaldırılmışdır. Tək bizim universitetdə mən oxuyan vaxtı 24 Azərbaycanlı tələbə var idi. Digər respublikalardan mənim yadımda qalan deyək, Özbəkistandan 3 nəfər, Tacikistandan 5 nəfər. Ən çox üstünlük Azərbaycan tələbələrindən. Azərbaycan bölməsini bitirmişdim. Düzdür, şəhərdə böyüdüyümdən rus dilini demirəm lap yüksək səviyyədə, amma pis deyil idi mənim rus dili bilgilərim. Amma o səviyyədə deyil idi ki, mən belə qəbul imtahanı verim, rus dilində inşa yazım və s. yox. Hər hansı bir respublikadan abituriyentlər imtahanı gəlib Moskvada universitetə verirdilər. Ancaq biz öz vətənimizdə, öz dilimizdə verirdik. Özbəkistandan məsəl üçün gəlmişlər, onlar ancaq rus dilində imtahan vermişlər. Biz isə burada Azərbaycan'da imtahan verdik və sonra bizi göndərdilər Moskvaya. Heydər Əliyevin tələbələrə münasibəti sadəcə rəhbər qayğısı deyildi. Bu həm də bir ata diqqəti idi. O, xaricdə oxuyan tələbələrlə mütəmadi görüşlər keçirir, onların şəxsi problemləri ilə maraqlanır, təhsil aldıqları ali məktəblərin rəhbərləri ilə birbaşa əlaqələr qururdu. Ölkənin Moskva, Leningrad və digər şəhərlərinin ali məktəblərinə qəbul edilmiş birinci kurs tələbələri ilə Respublika Partiya Sovet fəallarının görüşü oldu. SOVKP MK Siyasi Bürosu üzvlüyünə namizəd Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev yoldaş görüşdə nitq söylədi. Передайте, пожалуйста, от нас горячий привет, добрые пожелания и сердечную благодарность руководителям высших учебных заведений, профессорам и преподавателям вузов, где вы будете обучаться, за их благородный труд по подготовке кадров для Azərbaycan. Ulu öndərimiz orada çox ateşli bir çıxış etdi. Və siz təsəvvürünüzə gətirin, 17 yaşlı bir gənc üçün mötəbər belə bir şəxsin qəbulunda olmaq, mən səmimi deyim ki, sözlərlə ifadə etmək qeyri-mümkündür. Hər bir tələbənin əlini sıxırdı, gözünün içinə baxırdı, təbrik eləyirdi. Dəqiq deyirəm bunu sizə. O görüşdən çıxanda mənə elə gəldi ki, mən uçurdum. Belə lokomotiv olaraq bizi yönəltdi ki, gedin, bu yola gedin. Çətindir, bilik lazımdır, amma gəlmisinizsə bu yolu mən sizə dayaq olacağım, gedin. Birisi dedi ki, siz artıq 20-ci əsrin sonunda, 20-ci əsrin əvvəlində mütəxəssis kimi yaşayacaqsınız. O vaxtı elm çox inkişaf edəcək. Elə bil ki, bu günü görürdük. Bizim qarşımıza duran məsələləri tam ətrafı ilə bizim tapşırıqlarını, tövsiyələrini verdi. Buradan gedən tələbələrə Heydər Əliyevin xüsusi tapşırığı var idi. Hər zaman bu gənc tələbələrin burada təhsil alıb geri dönməsini mütləq qeyd edir. Siz vətənə lazımsınız. 1970-ci ildən başlayaraq Azərbaycandan gəncləri keçmiş Sovetlər İttifaqının ən böyük universitetlərinə, ali məktəblərə biz göndərməyə nail olduq. Və xatirimdədir, 70-ci illərin sonunda ildə biz 800-900 nəfər, 80-ci ilin əvvəllərində 1000-1400 nəfərə qədər ali məktəblərə Azərbaycandan gənclər göndərilirdi. Diplomatik nümayəndəliklərə isə xüsusi tapşırıq verilmişdi. Xaricdə oxuyan tələbələrin hər bir məsələsinə maksimum həssaslıqla yanaşmaq. Bizə dedi ki, sizin əgər bir probleminiz olsa, o vaxtı Azərbaycanın nümayəndəliyi var idi. Astrovetyanova küçəsində, 33 nömrə orada. Biz müəyyən elə bir problem olanda ora müraciət edirdik. Mən evə gəlməli idim, bu biletimi səfirlikdən alınmışdı. Lazım olan kitab, dəftər, qələm bizə verirdi, yenə deyirəm, ağ köynək, qalstuk,
hər birimizə hədiyyə idi və cib xərcliyi. Bizi Moskvaya yola salanda demək hər birimizə bir dənə şalvar, qırmızı qalstuk, ağ köynək və bir medal vermişdilər. Həmişə o köynəyə, o medala, o qalstuka baxıb öz o ilk Heydər Əliyevin qəbulunda olan günlərim yada salırdım. Rajdyonnoy revolyusiya kinosu var idi, o vaxt çıxmışdı Sovet vaxtı. Ptinsi Kerenskova. Orada Kerenskinin bir azadlığa buraxdığı adamlar var idi. Özlərinə elə ad vermişlər. Biz də deyirdik ki, orada biz мы Ptinsi Aliyeva. Biz hamımız Heydər Əliyevin demək olar ki, yetirmələri idik. Məhz Heydər Əliyevə görə bizə çox böyük kömək və hörmət var idi. Bir daha Heydər Əliyevin böyüklüyü, müdrikliyi idi ki, bu tələbələr mənim gənc kadrlarımdır, mənim kadrlarımdır. Onlardan müğayət olmalısınız, onlardan gözün üstündə olsun. Beləliklə, Heydər Əliyevin təşəbbüsü ilə 15 min Azərbaycanlı gənc xarici ölkələrdə yüksək səviyyəli təhsil almaq imkanı qazandı. Sonradan bu gənclər müstəqil Azərbaycanın milli kadr potensialının əsasını təşkil etdilər. Başqa şəhərlərinin ali məktəblərinə oxumağa göndərilən Azərbaycanlıların sayı ildən ilə çoxalır. Azərbaycan xalqı kütləvi olaraq savadlanmış, Azərbaycanda yüksək ali təhsil ocaqları yaranmış və Azərbaycanlıların çox bir hissəsi ali təhsil almağa və həyatın müxtəlif sahələrində səmərəli iş görməyə nail ola bilmişlər. 1982-ci ildə Ulu Öndər Heydər Əliyev SSR-nin ən ali idarəetmə orqanı sayılan Politbüroya üzv seçildi. Bu yüksəliş yalnız siyasi hadisə deyildi. Bu, xaricdə təhsil alan minlərlə Azərbaycanlı tələbənin hüquqlarının, şəraitinin və təhlükəsizliyinin daha güclü şəkildə qorunması demək idi. Birdən televizorda Heydər Əliyevin şəklini göstərdilər. Və siz təsəvvürünüzə gətirin ki, və artıq orada diktor məlumat verdi ki, plenum keçirilmiş və Heydər Əliyev siyasi büro üzvlüyünün namizəd siyasi büroya üzvü təyin olunmuşdur və Heydər Əliyevin şəklini göstərdilər. Mən sizə tam səmimi deyim ki, bütün hamı ayağa qalxdı. Bizim Respublikanın rəhbəri Politbüroya seçilib Moskvaya yüksək vəzifəyə gəlməsi bizim statusumuzu xeyli dəyişdirdi. Sovetlər vaxtında Heydər Əliyevin Rusiya üçün o BAM yolunun çəkilməsi, Sibirdə neftin tapılması, bu hamısı böyük Heydər Əliyevin böyük əməyi var idi. Ulu Öndər bizi həmin postprestoya bir dəfə yığdı. Biz o vaxt başa düşmədiyimiz bir cümlə dedi. Dedi, mən buradayam, çalışın, istifadə edib məndən qalın burada. Mən 10 il Moskvada yaşadım. Özdən yüksək vəzifədə yaşadım. Azərbaycan xalqının tarixində, müsəlman aləminin tarixində nə geçmiş Rus imperiyasında, nə də Sovet imperiyasında o cürə zirvəyə çatan Azərbaycanlı müsəlman olmamışdı. Bu da tarixdir. Bəziləri deyirlər, Heydər Əliyev politbüro olubdu, nə bilim, nə olubdu. Bəli, olmuşam. Mən bundan fəxr edirəm. Çünki Azərbaycan xalqını tanıtmışam. Azərbaycan xalqını o Kremlin sarayına qaldırmışam. Xaricdə oxuyan gənclər uzun müddət kənarda qalmaq istəmirdilər. Onlar təhsillərini bitirib vətənə qayıtmağa tələsirdilər. Bu, həm ölkəyə xidmət etmək istəyi, həm də Heydər Əliyevin onlara göstərdiyi etimada qarşı bir vəfa borcu idi. Orada qalmaq şansım da var idi, qalmadım. Mən bura gəlməli idim, gəldim. Bu müddət ərzində dərsliklərin müəllifiyəm, 2 monoqrafiya, 5 dərslik, 290-a yaxın elmi məqalə. Gəldim universitetə, burada təzə yeni bir laboratoriya yaradılmışdı, aerokosmik tədqiqatlar. O da geologiya ən önəmli bir demək istiqamət idi. Biz 2 dənə böyük bir xəritə düzəltdik. Xəritələrin biri burada muzeydə asılıbdır. Demək və tez bir zamanda demək doktorluq dissertasiyasını müdafiə elədim. O vaxtlar mən geoloqlar içərisində ən cavan elmlər doktor idim. 43 yaşımda mən elmlər doktoruna ad aldım. Tələbələri dəstəkləməliyəm. Magistratura pilləsində təhsil alırlar, rezidentura, tələbələr, doktorantlar və s. Hamısına bacardığım qədər yol göstərirəm, elmi açıqlayıram, belə getməlisiniz, belə olmalısınız, düzünün, haqqın tərəfində olmalısınız. Gedənlərin hamısı son işləyəcəyi günə qədər onu qaytarmalıdır.
nəyi bacarmışıq deyək, bacardığımız o idi ki, biz bu işi bitirdik. Onunla ki, müdafiə etdik, elmi dərəcəni aldıq. O zaman və bu gün də dünyanın top jurnallarında məqalələrimiz çıxdı. Ondan sonra qayıdıb gəlib Azərbaycan gənclərinə bu fənnə sevgimizi çalışırıq ötürək. Mən işlədiyim dövrdə bir dəfə də olsun işə gecikməmişəm. Mən işə yarım saat, bir saat öncə gəlmişəm. Heç bir əməliyyat tədbirinə gecikməmişəm. Heç bir əməliyyat tədbirini işçilərlə birgə müzakirə etməmiş, həyata keçirməmişəm. Çünki mən o dərsi HDR məktəbindən almışdım. Bugünkü günə kimi var gücümlə çalışıram ki, nə qədər olmasa da bir borcunu qaytara bilim. Beləcə, Ulu Öndərin xaricə göndərdiyi o qığılcımlar illər sonra vətənin zülmətdən xilasına xidmət edən alova çevrildilər. Onlar Azərbaycanın qaranlıqdan çıxmasına, müstəqil dövlət kimi formalaşmasına töhfə verdilər. Burada mən sizlə görüşərkən, bu salona baxarkən, sizə baxarkən fəxr edirəm. Bizim fəxr etməyə çox əsasımız var. O cümlədən mənim də. Fəxr edirəm ki, bizim milli ali təhsilimiz var. İndi artıq yetişən gənc milli kadrolarımız var. Azərbaycan elminə böyük töhfələr vermiş və xidmətlər göstərmiş kocaman professorlarımız var, alimlərimiz var. Fəxr edirəm bundan. Bu böyük neymətdir.